Deməli bu videonu ümumi çəkirəm. Bizdə bu PlayStation 3-ün universal modelləri çox satılır. Bunların ayrıca istifadə qaydası var. Yəni elə bir çox PlayStation 3-lərdən seçilmir. Sadəcə olaraq izah eləmək istəyirəm. Bu bizdə gəlib sifariş Türkiyədən. PlayStation 1-in, 2-nin və 3-ün təbii ki oyunları var. Belə başlayaq. 1-in, 2-nin, 3-ün oyunları var. Və burada ayrıca Webman Games papkası ki var. Burada da PlayStation 2'nin oyunları, 1'in oyunları. Mən məntiqlə izah edeyim sizə. Məntiq burada nədir? Bu standart olaraq biz klublarda gördüyümüz kimi də PlayStation 1'in məsəl üçün oyunları papkasına daxil olursan, 1'in oyunları X-i vurub daxil olursan, girirsən oynayırsan. Və yaxud da 2'nin oyunları X-i vurub daxil girib oynayırsan, 3'ün oyunları. Burada da menyuda da hamısı. Müştərimiz biraz dəyişiklik elədi. Kökündən biraz oyunlarda dəyişiklik elədi. Yəni konkret olaraq retro oyunlar istədi. Nəysə, bu öz bir yerində. Webman Games papkası ki var. Bu bütün PlayStation biz oyun yazdığımız və yaxud da satış elədiyimiz PlayStation'lərdə hamısında var. X-i vurub daxil olursan, burada yazılan oyunlar, misal üçün PlayStation 2 papkası. X-i vurub daxil olursan, misal üçün Black və yaxud da Blade 2. Black'ın üzərindən vurdum. Bu disk formatında yazılıb. Həmin oyunun üzərindən vurdum. Disk formatında atdı məni menyuya. PlayStation 2'nin oyunlarında bu bu baş verir. Misal üçün oyuna daxil olursan, X düyməsini vursan, indi burada pult da sönəcək. İstər orijinal olsun, istər A-class olsun, fərq eləmir. Burada rejim dəyişir. Neytralda qalır. Mən indi loru dildə izah edirəm. PlayStation 3'ün pultu sönür. Net signal yazır, fərq eləmir. Yəni FAT olsun, Slim olsun, Super Slim olsun. PlayStation 2'nin açılış sözü gələndən sonra orada PS düyməsinə basın yazır. Fikir verin ha. O neytralında olanda mən PS düyməsini vursaydım pult axtara qalacaqdı. İndi komanda verib ki, PS düyməsinə vurun. Vururam PS düyməsinə və pult burada qoşulur. İndi burada yarı ekran göstərir. Ola bilər ki, sizin HDMI tam ekranı dəstəkləsin, birbaşa tam ekran göstərsin. Əgər ki, yarı ekran göstərsə, PS düyməsini yenidən vururuq. Digər ayarlar ki var burada. Giririk ekran modu, tam ekranı vurub və PlayStation 2'nin xoşbəxt günlərini dostlar, bu PlayStation 3'dən çıxardırıq. Mən deyirəm sizə, valla bizdə bütün oyunlar var. Gedib o giz aparatlardan almaqdansa, bir dənə PlayStation 3'ün sifarişini verirsən qəşəng. Buna bax sən canım. Full HD, tam ekran, save'lər normal qaydasında gedir. Səsləndirmədir. Oyunun FPS-idir. Hər nəysə hamısı qaydasında. Deyəlim ki, oyun başladı, oynadıq, bitirdik. Da indi burada mən təfərrüatına girmirəm. PS düyməsini vururuq. Oyundan çıx komandasını veririk. Evet-i vururuq. Evet-i vurandan sonra burada pult yenə də sönəcək qardaşlar. Burada gözləmək lazımdır ki, neytraldan yenə bax həmin oyuna girəndə də və yaxud da oyundan çıxanda da. Həmin yenə də loru dildə izah edirəm. Neytralda qalır, net signal yazır. PlayStation 3'ün rejiminə qayıdır. Sırf bax bu PlayStation'lər bizdə satışda var. Çox rahatdır. Yəni bir dənə burada PS vurmaqla siz elə bilməyin ki, nəyəsə yetirirsiniz. Webman Games olanda bax bu məsəl üçün Disney'in oyunlarını yazmışam. Hamısı qaydasında super bir PlayStation alındı. Yəni PlayStation 2'nin oyunlarında bu qaydada pult sönüb yanacaq. Məsələ nədir? Deməli Webman Games papkasından ki oyun oynayırsan, komanda verib oynayırsan. Bilirəm biraz video çox alındı, amma ki izah eləməliyəm. Deməli bax buradan hansı oyunu istəsən, PlayStation açmısan, başlamısan Webman Games papkasından oyunları oynamağa. Məsələn burada yazmışam Disney Aladdin, məsəl üçün vurdum PlayStation 1'in oyunudur. Təkrar qayıdıb buradan hansı istəsən Webman Games papkasında hansı oyunu istəsən, komanda verib Crazy Taxi müştərimiz özəllikcə sifariş vermişdi. Buradan hansı oyun istəsin davamlı olaraq oynaya bilərsən. PlayStation əgər söndürüb yandırmısansa. Başlamısan Webman Games'dən oynamağa. Sözümə diqqətlə qulaq as. Başlamısan buradan oynamağa. Komanda verib disk formatında atmısan menyuya. Crazy Taxi olsun, God Hand olsun, Gran Turismo 3 olsun. Eğer ki buradan başlamısansa oyunları oynamağa. Menyuya qayıtmaq üçün PlayStation bir dəfə söndür, yandır. Yəni menyuda olan oyunları oynamaq üçün PlayStation bir dəfə mütləqdir söndürüb yandırasan. Çünki bunlar disk formatında yazılıb. PlayStation elə başa düşür ki, sən disk qoymusan.
Yəni başlamısan Webman Games'dən. Bax təkrar eləyirəm, təfərrüatına girirəm. Midnight Club oynamısan, Prince of Persia oynamısan. Hələ burada futbollara bax. Futbolları oynamısan. Keçid menyuya keçid almaq üçün bir dəfə söndür, yandır. Yox, PlayStation-ı söndürüb yandırmısan. Məsələn, işdən gəlmisən, başlamısan oynamağa, menyudan başlamısan oyunları oynamağa. Buradan hansı oyunları istəyirsənsə girib rahat şəkildə oynaya bilərsən. Və yaxud da bura da daxil ola bilərsən. Webman Games'e də daxil ola bilərsən. Yəni uzun sözün qısası, buradan oyunu oynadınsa, PlayStation-ı bir dəfə söndür, yandır. Yox, söndürüb yandırdın. Buradan başladın oynadınsa. Davam elə oradan da oyna. Buradan ora keçid var, oradan bura keçid yoxdur. Yəni hasar söz budur. Dostlar, dediyim kimi bax bu PlayStation üstlər, super modellər bizdə satışda mövcuddur. Kim istəsə əlaqə saxlasın, ətraflı məlumat verə, köməkli görsədək.